Salam aleykum gözəl xanımlar. Tutku peçenyası hazırlamışkən sizlərlə də paylaşmaq istədim. 250 qram otaq temperaturunda yumşalmış yağ, 50-60 ml biçki yağı, 1 stəkan şəkər tozu və ya şəkər pudrası, 1 ədəd yumurta, yarı stəkan kukuruz kraxmalı, 1 paket vanil, yarı paket qabartma tozu və 3 stəkan yarım un. 3 stəkan yarım undan 2 yemək qaşığı unu götürüb kənarda saxlayırıq. Sonda xəmiri 2 hissəyə ayırırıq. Birinin üzərinə 2 yemək qaşığı həmin götürdüyümüz unu əlavə edirik. Digər qabdakı xəmirin üzərinə də 2 yemək qaşığı kakaonu əlavə edirik. Sonra bu cür yumru şariklər hazırlayıram. Mən 3-3 götürürəm, siz 4-4 də edə bilərsiniz. Onu da qeyd edim ki, gözəl xanımlar, peçenyanın ortasına hər zaman damla şokoladından istifadə edirdim. Bu dəfə evdə bitmişdi, əlimin altında yox idi deyə istifadə edə bilmədim. Çox gözəl, ovuntulu peçenyadır, dadlı peçenyadır. Hazırlayın, övladlarınız nuşicanla yesinlər. İnşallah resepti də yazacağım. İzlədiyiniz üçün təşəkkür edirəm.